Hər kəsə salam, mən Femida Könüllülər Təşkilatının sədr müavini Zərifə Ramazanova. Bugünkü Femida TV buraxılışımızın qonağı 4-cü yüksəliş müsabiqəsinin qalibi və Paşa Həyat Sığorta Şirkətinin hüquq və müştəri əməliyyatları üzrə direktoru Səbuhi Göyüşovdur. Salam Səbuhi müəllim. Salam Zərifə. Dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdarım. Çox sağ olun, mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Biz bilirik ki, siz hal-hazırda yüksəliş müsabiqəsinə aid olan tələbə mentorluq proqramının mentorusunuz. Bəs siz gənclərlə işləyərkən ən çox nəyə fikir verirsiniz? Gənclərlə işləyərkən ən çox ümumiyyətlə önəmli olan məsələ sənin gənclərə nə isə tətbiq etməyin, sənin gənclərdən nəsə gözləməkdən əvvəl onların gözləntilərini başa düşməkdir. Bu ümumiyyətlə mentorluq və mentilik arasında olan əsas qaydalardan biri budur. Amma gəlin biz spesifik mentor və menti məsələsi üzərində qurmayaq məsələni ümumiyyətlə biraz daha genişləndirək. Ümumiyyətlə tələbələrlə, gənclərlə işdə nələrə önəm verilməlidir ona baxaq. Baxın, gənc tələbələr hal-hazırda mən indi ola bilər həm mentilərimlə, həm də digər gənclərlə ünsiyyətdə olanda görürəm. Onların beynində bir çox suallar var. Gənclərin ki, mən karyeramı hansı səvkdə davam etdirməliyəm? Ümumiyyətlə sizlər, gənclər hal-hazırda çox aktivsiz, müəyyən könüllülər təşkilatında olursunuz, daim könüllülük fəaliyyəti, stajyor fəaliyyəti, mən bilirəm ki, bir çoxlarınızın hətta əmək müqaviləsindən işləyirsiniz və s. və ilə axır və böyük bir yarış var, böyük bir müsabiqə var və gənclərin hər birində o bir sıxıntı deməyim, onların üzərində bir təzyiq var ki, mən bu yarışdan geridə qalıram və mən bu yarışda qalmaq üçün nələr etməliyəm və bunları edərkən birinci ümumiyyətlə başa düşmək lazımdır, birinci anlamaq lazımdır ki, baxın elə tələbələrlə işləyərkən onlar bu yarışda olmaq istəyirlərmi və bu yarışda olarkən onlar öz gənclik, tələbəlik həyatlarını hansı qaydada yaşaya bilirlər, necə yaşaya bilirlər və hansı sahələrə daha üstünlük verməlidirlər. Məsələn, mən sadə istənilən bir gənc məndən tövsiyə almaq istəyəndə ondan həmişə sual verirəm, tələbədən sual verirəm ki, ən sevdiyim müəllim kimdir və həmin müəllimi nəyə görə bəyənirsən, hansı üç xüsusiyyətinə görə və ya ən sevdiyin şəxsin hansı üç xüsusiyyətini bəyənirsən. Çünki gənc yaşlarda bəzən bunu müəyyənləşdirmək daha çətin olur ki, hansı xüsusiyyətdə olmaq istəyirsən, sən onu tam tutmursan, amma sevdiyin bir şəxs varsa, əslində bu sənə müəyyən qədər mesaj verir ki, mən bunun bu xüsusiyyətinə görə həmin şəxsin bəyənirəm və o xüsusiyyətləri öyrənəndən sonra biz başa düşməyə çalışırıq ki, tələbələrlə ki, okey, bunun bu xüsusiyyətləri var. Bəs mən bu xüsusiyyətləri olan adam olmaq üçün nələr etməliyəm və ya mən doğrudan da elə bu xüsusiyyətləri olan adam olmaq istəyirəmmi? Məsələn, kimsə deyir ki, mən qərar verməkdə çətinlik çəkirəm. Başa düşürəm qərar verməkdə və yəqin ki, müasir iş dünyasında qərar vermə bacarığı ən önəmli bacarıqlardan biridir. Bəs bu qərar verməyi inkişaf etdirmək üçün nə etmək lazımdır? Və bəzən tələbələr çox təəssüf ki, bu tipli məsələlərdə öz üzərində işləməyi professional iş həyatına buraxırlar. Amma sən əgər öz tələbə həyatında belə qərar verə bilmirsənsə, məsələn, A və ya B tədbiri var, hansına gedəcəyini seçə bilmirsən, A və ya B könüllülük proqramı var, hansını seçəcəyini bilmirsən, dərs mi oxumalısan, yoxsa sabahsı gün sən hansısa bir tələbə müsabiqəsinə mi qatılmalısan, bunlar barədə qərar verə bilmirsənsə, bu xırda qərarlar gələcəkdə öz karyeranda daha böyük nəticələr gətirib çıxacaq. Çünki karyerada da sən müxtəlif bu cür qərarlar verməli olursan. Burada mı işləməlisən, işin vaxtında, son icra tarixində yerinə yetirmək üçün nələr etməlisən və s. və axır. Baxın, bu xırda məsələlərdən biz başa düşməyə çalışırıq. Deyək ki, bir nəfər tələbə deyirəm ki, məsələn, filan müəllimimdən çox xoşum gəlir. Nəyə görə? Çünki o adam çox məsuliyyətlidir. Deməli, bu adamda məsuliyyətli önəmlidir. Bəs səndə bu xüsusiyyət varmı? Onu başa düşməyə çalışıram və bunu söhbətlər əsasında öyrənməyə çalışıram və buradan əslində sual çox yerinə düşdü, təşəkkür edirəm sual üçün. Burada məsələ mənim nəyi necə etməyim deyil, mən əslində burada müəyyən bir ingilis dilində deyirlər, tiplər, müəyyən bir ipucular verirəm ki, əgər kimsə bizi izləyən tələbələr də başa düşmək istəyirlərsə ki, onlar nəyi inkişaf etdirməlidirlər, necə etdirməlidirlər. Təbii ki, hər kəsin şansı olmur, mentorla işləsin, hər kəsin şansı olmur və ya vaxtı olmur ki, kimlərdənsə belə professional şəkildə mentorluq və s. alsın. O zaman elə özünüz bu sualları özünüzə verə bilərsiniz ki, mənim sevdiyim şəxs kimdir, mənim bəyəndiyim şəxs kimdir, mən nəyə görə bunu bəyənirəm, hansı xüsusiyyətlərini bəyənirəm, o xüsusiyyətlərin məndə olmasını istəyirəmmi, o xüsusiyyətlərin məndə olmasını istəyirəmsə, mən nələr etməliyəm? Hansı addımları etməliyəm ki, o xüsusiyyətlərə çatım və bu cür elə biz özümüzə mentor olub, özümüzə nələrsə qoymaqla inkişafa nail ola bilərik. Yəni, gənc tələbələrdə xüsusilə bunun önəmli olduğunu, gənclərdə bunun önəmli olduğunu düşünürəm.
Çox sağ olun Səbuhi müəllim, dəyərli cavabınız üçün. Sizdə yüksəliş müsabiqəsinin qalibi olmaq necə bir dəyişikliklərə səbəb oldu? Nə dəyişikliklər səbəb oldu? Mən əvvəl Səbuhi Görüşov Paşa Həyat Hüquq direktoru idim. İndi 4-cü yüksəliş müsabiqəsinin qalibi Səbuhi Görüşov Paşa Həyat Hüquq direktoruyam. Bu yaxşı tərəfi də var, bunun pis tərəfi də var. Yüksəliş qalibi olmaq təbii ki, yaxşıdır. Sənə bir networking verir, sənə çoxlu səni məşhurlaşdırır, insanlar səni daha tanımağa başlayır. Sənin şansın olur ki, çox dəyərli mentorlarla işləyəsən, onlardan müəyyən bir təcrübələr əldə edəsən, onlardan müəyyən bir məlumatlar əldə edəsən. Bundan əlavə yüksəliş müsabiqəsinin özü, müsabiqənin özü çox maraqlıdır. Müsabiqənin özündə keçdiyin yol çox maraqlıdır və bu yolun özündə də xeyli müsbət nələrsə əldə edə bilirsən. Bunlar müsbət tərəfləridir. Mən mənfi tərəf deməyəcəm, amma mənim üçün qəribə tərəfi budur ki, mən artıq elə bir həyatımda indi azalır, yaxşı 5-ci yüksəliş oldu, amma xüsusilə keçən il və s. mən daha çox yüksəliş müsabiqəsinin qalibi kimi tanınmağa başlamışdım və düzü yəqin ki, hüquqşünaslarda, bəlkə də hüquqşünas olduğundandır, hüquqşünaslar daha çox hüquqla tanınmaq istəyirlər belə. Kimsə Səbuhi Görüşov yüksəliş müsabiqəsi qalibi Səbuhi Görüşov deyəndə daha çox mən hüquqşünas və yüksəliş müsabiqəsinin qalibi, yüksəliş müsabiqəsinin qalibi və hüquqşünas olmaq biraz daha qəribə gəlir. Amma hə, mənə nələr qatdı deyə sual verilərkən, məsələn, bu elə bayaq sizin sual verdiyiniz hissədə yüksəliş, məsələn, mentorluq proqramı. Mən mentorluq edirəm, bizim özümüzün, mənim çalışdığım qurumun tərkibində bir mentorluq proqramımız da var. Biz böyük bir, bilirsiniz, forum keçiririk və həmin forum çərçivəsində bizim bir mentorluq proqramımız da var. Orada da mən mentorluq edirəm və orada etdiyim mentorluqda mən daha çox kifayət qədər karyerasında müəyyən yerə gəlmiş insanlar mənim mentorum olur, baş mütəxəssis və s. Amma burada məsələn yüksəliş çərçivəsində tələbələrlə mənim mentorluq proqramı etməm mənim üçün çox maraqlıdır. Ona görə ki, mən sizləri tanıyıram, sizlərin nələr istədiyini başa düşməyə çalışıram və mən 2015-ci il Bakı Dövlət məzunuyam, artıq üzərindən 11 il keçibdir mənim belə deyək, universiteti bitirməyimin və bu, yəni mən dönürəm geri, 12-13 il geriyə baxıram və həmin dövrdəki tələbələrlə indiki tələbələri müqayisə edəndə böyük bir fərq görürəm. Bizim dövrümüzdə bu qədər geniş imkanlar yox idi. Müəyyən imkanlar var idi, amma bu qədər geniş mübarizə də yox idi. Siz bəxtiniz gətirib ondakı imkanlar daha genişdir, amma müəyyən bir bəxtiniz onda ki, hamı daha həvəskardır, hamı daha mübarizdir, hamı daha çox əzmkardır. Bizim dövrümüzdə hamı bu qədər mübariz idimi, hamı bu qədər əzmkar idimi? Bütün tələbə yoldaşlarımı hörmət eləyərək deyirəm, məncə hamı bu qədər də deyildi. Kimlərsə müəyyən qədər işin üstünə düşəndə nələrsə eləyə bilirdir, amma indiki dövrdə fərqlənmək, o hamının içərisində fərqli olmaq daha çətindir və sizlərin etdiklərini görəndə mən öz adıma fəxr edirəm. Yəni bu yüksəlişin mənə verdiyi, qatdığı ən önəmli məsələlərdən biri bax elə bu mübarizənin içərisinə düşməyim belə deyim. Bir növ yüksəlişdən qabaq mən bəzi belə bu tipdə verilişlərdə və s. də olurdum, amma bu qədər olmurdum. Yüksəliş mənim səmimi olsaq tanınırlığımı da artırdı və bunun sayəsində tələbələrlə daha çox təmaslarım yaranmağa başladı və hər təmasım yarandı. Mən əvvəl daha çox bizim departamentdə gələn stajyor tələbələrlə və s. ünsiyyətdə olurdum. Amma mən elə bilirdim ki, bizim departamentə gələn stajyor tələbələr sadəcə normallar arasında yaxşılardır. Mən başa düşməyə başladım ki, normal və belə deyək də 100 nəfər normal var, bu üçü yaxşıdır. Mən başa düşməyə çalışdım ki, xeyr elə hardasa bir 80-90 nəfər yaxşı var. Yəni kifayət qədər orada bir mübarizə var və bunu bilməyim mənə çox xoşbəxt etdi. Mən həmişə danışıram, həmkarlarla danışanda bildirirəm ki, yəni 10 il, 15 ildən sonra güclü bir hüquqşünas dəstəsi gəlir və burada mən bunu bir çox yerlərdə həmişə qeyri-rəsmi yerlərdə demişəm, amma mən bunu istəyirəm burada da bildirim. Və maraqlıdır ki, məsələn bizim dövrümüzdə, bizdən 5 il 10 il qabaq bu gələn güclü hüquqşünaslardan müəyyən obyektiv və ya subyektiv səbəblərdən bilmirəm, daha çoxu oğlanlar idisə, hal-hazırda aşağıdan gələnlərdə daha çox qızlardır və qızlar çox müqayisədə, oğlanlarla müqayisədə yəni həmcinslərin üzrü sayəsində çox daha yaxşı səviyyədədir. Yəni bu da mənim üçün maraqlı bir tendensiyadır ki, aşağıdan çox ağıllı, çox savadlı qızlar var və onlar yəqin ki, hal-hazırda məsələn hüquq departament direktorları arasında xanımların sayı o qədər çox deyil. Mən əminəm ki, 10 ildən sonra biz deyəcəyik ki, kişilərin sayı o qədər çox deyil, yəni xanımların sayı daha çox olacaq. Səbuhi müəllim, ümumiyyətlə intellektual oyunların qalibi olmaq peşəkar inkişafda necə təsir göstərir və iştirak etmək sadəcə intellektual oyunlarda o necə təsir göstərir?
Buradan bax nələ bayaqçı sualla gəlin bunu əlaqələndirək. Bayaqçı sualda tələbəlik dövründə, yəni bizdə o qədər imkanlar geniş deyildi ki, mən bu az imkanlar içərisində intellektual oyunlar da mənim üçün imkanlardan biri idi və mən intellektual oyunlarla məşğul olurdum. Mən bununla əlaqədar əslində bir dəfə başqa bir verilişdə də qonaq olub, spesifik baxın bunu müzakirəsini etmişik. İntellektual oyunların peşəkar karyeraya təsiri, maraqlı tərəfləri var. Nədir? İntellektual oyunlarda biz bir komandada oluruq və həmin komanda əslində sizin gələcəkdə işləyəcək komandanızın kiçik bir prototipidir, belə deyim. Məsələn, mən nə harada, nə zaman komandasında 6 nəfər olur. Gəlin təsəvvür edək, Zərifə, siz, mən, biz ikimiz də özümüz tipdə də 3 nəfər Zərifə və 3 nəfər Səbuhi qoymuşuq. Biz hər birimiz Azərbaycan dilliyik, Azərbaycan ədəbiyyatını, tarixini yaxşı bilirik, amma rus tematikalarından xəbərimiz yoxdur, ingilis mahnılarına qulaq asmırıq. Nə olacaq? 24 sualdan bütün Azərbaycan ədəbiyyatı suallarına cavab tapacaq, amma heç bir rus sualına cavab tapmayacaq, heç bir ingilis və belə deyək də mövcud dövrün trendləri barədə olan sualları bilməyəcək. Nəticədə nə olacaq? 5 cavab tapacaq uzaqbaşı 24 sualdan və qalib 10 sualdan başqa komanda olacaq. Deməli, komandanı formalaşdırarkən nə etməlisən? Sən müxtəlif mövzuları bilən insanları toplamalısan. Bu əslində peşəkar həyatda da komanda quruculuğunun önəmli xüsusiyyətlərindən biridir. Gəlin bunu intellektual oyunları qoyaq, bizim hər birimiz intellektual oyunlarla məşğul olmuruq da. Gəlin bizi izləyən şəxslər üçün işlədiyimiz mühiti fikirləşək. Gələcəkdə siz işləyirsiniz və sizin komandanızda 5 nəfər şöbənizdə işçi var və təsəvvür edin, biz götürdüyümüz 5 nəfərin 5-i də gəncdir. Əla gənclər, çalışqan, işləyəcəklər, daimi nəticə göstərməyə çalışacaqlar. Amma gənclərlə işləməndə spesifik xüsusiyyətlər var. Məsələn, gənclərlə işləyəndə gənclər 18:00-da adətən artıq işi tərk edirlər ki, iş saatı bitdi. Onlarla daha müəyyən məqamlarda qalaq, işləyək, nə eləyək demək daha çətindir. Mən demirəm, o təbii ki, əmək hüquqlarda yaxşı edirlər, amma bəzən olur da iş çox olur. Və bəzi qərarlarda da təcrübəli olmaq lazımdır. Gənc dəliqanlılığı və s. bunlar yaxşıdır, amma bəzi yerlərdə soyuqqanlı olmaq, sakit düşünmək, sakit qərar vermək bunlar önəmlidir. Bizim komandada yaşlı nəsildən nümayəndə olmasa, biz komanda olaraq bu sakitliyimizi itirəcəyik. Deməli, bizdə bir yaşlı nəsildən də nümayəndə olmalıdır. Təsəvvür edin, siz komanda yığırsınız və yığdığınız komandada hər kəs deyək ki, mülki hüquqdan magistr dərəcəsində mülki hüquq sahəsi üzrə, müqavilələr və sair sahəsi üzrə alıbdır. Amma sizin işlədiyiniz şirkət yalnız mülki hüquq sahəsinə baxmır da. Bəzən sizin işdə əmək mübahisələrdə olur, bəzən sizin cinayət mübahisənizdə ola bilir, sizin işlər, məsələn, sığorta sahəsi elədir ki, mülki hüquq sahəsi olsa da biz yalnız mülki hüquqla məşğul deyilik də, belə deyim. Biz bir çox yerlərdə bizdə əmək mübahisələri yarana bilir. Dediyim kimi müəyyən yerlərdə bəzən bizim digər inzibati və sair mübahisələrimiz də ola bilir. Bundan əlavə də mülki hüquq da çox böyük sahədir də. Biz mülki hüququn yalnız sığortasıyla yox, banklarla məşğul oluruq, müqavilələrlə məşğul oluruq. Bir çox yerlərdə hətta qiymətli kağızlar və sairə də məşğul oluruq. Yəni mən ancaq sığortaçıları yığsam komandama, ancaq sığortanı yaxşı bilənləri yığsam, mən bu sahədə axsayacam. Deməli, mən bu sahədə də yaxşı bilənləri yığmalıyam. Yəni, intellektual oyunların mən əvvəldən, belə deyək də, sizin yaşınızdan, 20-21 yaşımda, mən artıq intellektual oyunlarda oynaya-oynaya, mən başa düşürdüm ki, komanda necə olmalıdır. Və mən gənc yaşımda şöbə müdürü olmuşam, 24 yaşımda şöbə müdürü olmuşam. Mən artıq 24 yaşımda şöbə müdürü olarkən bu mənim üçün sürpriz deyildi. Ki, komanda quruculuğunda nəyə fikir vermək lazımdır. Daha sonra intellektual oyunlarda bildiyiniz kimi müəyyən bir vaxt var. O vaxt çərçivəsində hansı suallara cavab vermək lazımdır və bu vaxt çərçivəsində müəyyən bir stres anında dərhal qərar verə bilirsən. Mən məsələn özüm barədə adətən bu mənim şəxsi bir fikrim deyil. Bizdə yəni peşəkar şəkildə işləyəndə adətən İnsan Resursları şöbəsi tərəfindən müxtəlif qiymətləndirmələr həyata keçirilir. Bunlardan biri də 360 dərəcə qiymətləndirmədir. Yəni sənin həmkarların, səndən eyni vəzifədə çalışan kolleqalar, sənin subordinasiyası səndən aşağı olanlar və səndən yuxarı olanlar səni qiymətləndirirlər və buna görə sən müəyyən bir qiymətləndirməni çıxır. Məsələn, orada da məndə həmişə çıxan nəticələrdən biridir ki, qərar verməsi yaxşıdır. Sonra məsuliyyətlilik yaxşıdır və s. Qərar verməyin yaxşı olması mənim spesifik gedir intellektual oyunlara bağlanır. Çünki 60 saniyə ərzində sən bir intellektual oyun sualı oynayanda oraya nəsə yazmalısan. Bu artıq sənin qərar verməni istər-istəməz gücləndirən bir məsələdir. Və xüsusilə peşəkar mühitdə yəqin ki, qərar verməsi zəif olaraq işləmək mümkün deyil. Bunlar xırda indi ağlıma gələn məsələlərdir ki, düşünürəm ki, bunun xeyri var. Amma
bu məndə işləyib, məndə alınıb. Mən həmişə bunu xüsusi bu qızıl qaydadır. Mən bunu həmişə deməyə özümə borc hesab edirəm. İndi bizim gənclər, mənə əgər dinləyən gənclər düşünürlər ki, mən də intellektual oyuna getməliyəm, mən də çox ağıllı olmalıyam, oradakılar çox ağıllıdır və s. Elə deyil. Bunu mən bildirməyə özümə borc verirəm. Bu sadəcə bir təcrübədir. Oynadıqca təcrübələnirsən. Bir şəxs sizdən daha tez sual tapır deyə bu sizdən ağıllıdır demək deyil. O sadəcə sizdən daha çox oynayıb deməkdir. Daha çox təcrübəsi var deməkdir. Eyni zamanda siz tapmırsınız deyə də ondan ağıllısınız demək deyil. Bu daha fərqlidir. Yəni hər kəsin, baxın, önəmli olan bayaq elə əvvəlki sualda da bu barədə tələbələrlə işləyəndə də danışırıq da, tələbə özünü bilməlidir. Önəmli olan burada özünü tanımaqdır. İngilislər buna self-awareness deyirlər. Sən özünü tanısan, özünün hansı xüsusiyyətlərinin daha zəif, daha güclü olduğunu bilsən uğur qazanacaqsan. Səbuki intellektual oyunlara getdi və mən də intellektual oyunlara gedib uğurlu olum formulası bəlkə də sizdə keçərli olmayacaq. Sizin formulanız tamam başqadır. Siz ola bilər ki, daha humanitar yönümlüsünüz. Siz özünü tanımalısınız və ona uyğun inkişaf etməlisiniz. Kimsə cinayət hüququ sahəsində gedir, orada uğurlu olur. Amma o həmin adam orada uğurlu olur. Çünki həmin adam çətin məqamlarda işləməyə bacarır. Bəlkə də sizin üçün uğurlu yer ora deyil, mülki sahədir və ya sizin üçün uğurlu yer tamamilə fərqlidir. Və yəni bəlkə sizin üçün uğurlu sahə heç hüquq deyil. Mənim tərbiyə yoldaşlarımdan heç hamısı hüquqşünas deyil. Çox sağ olun Səbuhi bəy. Və siz karyera seçimindən bəhs etdiniz. Sizcə gənclər karyera seçimi edərkən ən çox nəyə diqqət etməlidirlər? Baxın, elə dediyimiz məsələdə karyera seçimi elə bir məsələdir ki, daha sonra sizin həyatınızı bu yolda davam etdirir. Mən belə bir dəvət edilmişdim, belə gənclərin karyera seçimi ilə əlaqədar bir forum idi. Orada oturan həmkarlar var idi, mənim çox hörmətli kollegalarım var idi. Onlardan biri cinayət sahəsində işləyirdi və o dedi ki, mən uşaq vaxtdan elə cinayət sahəsində işləmək istəyirdim və prokuror olmaq istəyirdim. Sonra ikinci, səhv etmirəmsə, özəl sahədə hüquqşünas idi və dedi ki, mən uşaq vaxtdan özəl sahədə işləyib hüquqşünas olmaq istəyirdim. Sonra mənə gəldin, dedim ki, mən uşaq vaxtdan həyat sığorta şirkətinin hüquq direktoru olmaq istəmirdim. Yəni insanların yəqin ki, belə bir tələbə olanda, yəni nə bilim 10-15 yaşında hüquqşünas olmaq istəyirlər. Sığortaçı olacağam, sığorta şirkətində hüquqşünas olacağam. Yəni karyera məni bura gətiribdi. Demək istədim budur ki, sadəcə olaraq seçim edərkən siz başa düş. Birinci ambisiyalar var. Təbii ki, sən öz ambisiyana çatırsansa bu çox yaxşıdır. Kimsə mən prokuror olacağam deyir və prokuror ola bilir. Kimsə mən hakim olacağam deyir və hakim olur. Bunlar orada kollegalarımdan biri də hakim idi. Deyirəm, hakim olacağam deyib hakim olmuşdu. Yəni bunlar çox yaxşıdır. Amma hər birimiz belə bir arzu ilə mi yaşayırıq? Mən əmin deyiləm. Mənə elə gəlir ki, çox adam heç beynində o arzusu yoxdur və o öz yerini tapmağa çalışır ki, mən hansı sahəni seçməliyəm və o sahədə davam etməliyəm. Burada da dediyim kimi önəmli məsələ yəqin ki, self-awareness-in qaldırılmasıdır. Baxın, seçəcəyiniz sahəni təhlil etmək çox önəmlidir. Bir çoxları mən korporativ mühit seçmək istəyirəm, çünki korporativ mühitdə düşünürəm ki, daha rahat olacaq deyir. Daha rahat olacaqmı? Onun özü sualdır. Daha rahat olmaya da bilər. Korporativ mühitdən korporativ mühitə də fərqlər var. Və ya siz seçirsinizsə korporativ mühit çox genişdir, belə deyim. Bir sığorta hüquqşünasından bir bank hüquqşünası fərqli işlər görür. Sığorta bank hüquqşünasından istehsalat sahəsində işləyən hüquqşünas tamam fərqli işlər görür. Nə bilim, daha sonra bir çox holdingdə işləyən hüquqşünasın işi tamam fərqlidir. Qeydiyyat orqanlarında, qeydiyyat orqanları ilə daha yaxşı işləyənlər tamam fərqlidir. Konsultantlar tamam fərqlidir. Hərəsinin işləri çox fərqlidir. In-house lawyerlərin içərisində belə, in-house hüquqşünasların içərisində belə çox-çox fərqli işlər var. Buna görə biz karyera seçimi eləyəcəm və mən hüquqşünas olmaq istəyirəm. Nəyə önəm verməliyəm? Birinci biz başa düşməliyik ki, seçdiyim sahə mənə maraqlı olan sahədir. Çünki baxın, reallıq budur da, siz bunu çox eşidirsiniz. İndi siz yəqin ki, ailənizdən daha çox tələbə yoldaşlarınızla vaxt keçirirsiniz. İşləyəndə də ailəndən daha çox iş yoldaşlarınla vaxt keçirirsən. Və sən o gördüyün həmin bir iş yoldaşlarını görürsən və orada müəyyən nələrsə bir dəyər qatmağa çalışırsan. Dəyər qatdığın şey sənə fayda gətirməlidir. Good to Great adlı çox yaxşı bir kitab var, yaxşıdan mükəmmələ. Bu kitab nədən danışır? Bu kitabın ana ideyası bundan ibarətdir ki, dünyadakı ən böyük Fortune 500 deyirlər də, Fortune 500 şirkətdən ən yaxşı nəticə göstərən şirkətləri təhlil edirlər və bu şirkətlərin doğrudan da maliyyə nəticələri yaxşıdır. Bəs təhlil edirlər ki, bu şirkətlər necə bu yaxşı nəticələrdən mükəmməl nəticələrə gəldilər. Və bunu təhlil eləyərkən bunlar müəyyənləşdirirlər ki, bu tipli şirkətlərdə 3 əsas xüsusiyyət olmalıdır. Bu xüsusiyyətlərdən biri budur ki, deyir şirkətlər birinci özlərinin competitive advantage deyirlər bunu. Yəni digərlərindən rəqabətdə üstünlük verən xüsusiyyətlərini tapmalıdırlar.
Məsələn, 5 həyat sığorta şirkəti var. Siz əgər digər sığorta şirkətlərindən öz cəld qərar vermənizə görə fərqlənirsinizsə, bunun üzərində işləməlisiniz. Müştəri məmnuniyyətinizə görə fərqlənirsinizsə, bunun üzərində işləməlisiniz. Deyirəm, birinci siz bunu müəyyənləşdirməlisiniz. Sizin competitive advantage-ınız nədir? Birinci bunu müəyyənləşdirin. Yəni uğurlu olmaq istəyirsinizsə. İkinci, təbii ki, deyirsiniz maliyyə nəticələrinizi necə ölçəcəksiniz, onu öyrənin. Yəni hər bir biznes üçün maliyyə nəticəsi birbaşa profit, yəni pul deyil. Məsələn, bəzi bizneslərdə maliyyə nəticəsi ola bilər ki, günün sonunda bəli profitdir, amma siz ola bilər ki, məsələn, belə bir şirkətsiz, siz sadəcə olaraq istəyirsiniz apteka açasınız, bu ABŞ-da belə bir nümunə var. İstəyirsiniz hər küçə başında sizin aptekiniz olsun. O zaman siz hər aptek üzrə olan profitə baxmalı deyilsiniz. Çünki sizin buradakı nəticə ölçməyiniz maliyyə nəticəsi kimi siz nəzərə alırsınız ki, mənim bir aptekimlə digər aptekim arasında məsafə nə qədərdir. Çox kobud izah eləməyə çalışıram, yəni istəsələr oxuyarlar. Burada əsas üçüncü məsələ nədir? Üçüncü məsələ deyir ki, sizi nə xoşbəxt eləyir? Hər səhər sizi işə nə gətirir? Bunu müəyyənləşdirməlisiniz. Deyir ki, bir şirkət yaxşıdan mükəmməlliyə getmək üçün məsələn başa düşməlidir ki, onu xoşbəxt eləyən nədir? Deyir, əgər bu işçiləri bunu bilməsələr, onlar heç vaxt o ideyanı satın almayacaqlar. O buy-in anlayışı var da, ingilis dilində deyirlər. Yəni sən heç vaxt satın almadığın ideyanı da sən həyata keçirəndə, təbii ki, əmək haqqı aldığına görə eləyəcəksən sən onu. Amma sən onu könüldən etməyəcəksən və könüldən etmədiyin təqdirdə tam real nəticəni almayacaqsan. Məsələn, biz bu testi öz şirkət daxilimizdə elədik və bizim gəldiyimiz nəticə bu oldu ki, bir həyat sığorta şirkəti olaraq bizə insanların həyatına dəymək xoşumuza gəlir. Biz istəyirik ki, bizim çıxartdığımız məhsulların insanlara real töhfəsi olsun. Bu bizi xoşbəxt eləyən bir şeydir. Məsələn, bizim həmkar, məsələn, maliyyə departamentində işləyən həmkar, əslində və ya risklərdə işləyən həmkar, o heç sığorta ödəniş hissəsində iştirak eləmir. Amma o deyir ki, mən məsələn burada işləyərkən maaş alıram, risklərə baxıram. Məni xoşbəxt eləyən odur ki, bizim verdiyimiz ödəniş hansısa ailənin müəyyən çətinliklərini aradan qaldırır. Bu hiss məni xoşbəxt eləyir. Biz başa düşdük ki, deməli mən bu hiss üzərində işləməliyəm, buna çalışmalıyam. Ona görə baxın, seçərkən biz özümüz də karyera seçərkən bizi nə xoşbəxt edir, onu yəqin ki, başa düşməliyik. Bunlar işin bahalı sözlər tərəfləridir. Reallıq tərəflərində isə karyera seçərkən önəmli olan məsələlərdən biri baxın, siz yəqin ki, bazarı təhlil etməlisiniz də. Məsələn, sadə bir məsələdə mənə arada deyənlər olur, mən sığorta sahəsi mənim üçün çox maraqlıdır. Məsələn, mən kommentlər gəlir gənc tələbələrdən. Bizim hal-hazırda səhv etmirəmsə 15 sığorta şirkətimiz var. Üst-üstə gəlsən də yəni təxmin eləyirəm 100 hüquqşünasdan çox olmaz. Səhv bilmirəmsə biz hər il 500-600 hüquqşünas məzun çıxır. Bəlkə daha çox 700-800 ümumi bütün universitetləri nəzərə alım. Və 100 nəfər hüquqşünaslıq bir bazardır. Və bunda insanlar var. Yəni məsələn sığorta biznesinin hələ nə qədər yeni hüquqşünasa ehtiyacı var? Ən çoxu 10 nəfərə, 15 nəfərə yəqin ki. Çünki bu bazar artıq tutulub da. Burada mən işləyirəm məsələn. Yəni mən hamımız 100 nəfər təzələnmirik ki. Mən məsələn hər il 1 nəfər, 2 nəfər mənim işçiyə ehtiyacım olar, yoxsa olmaz da. İndi baxın, 1000 nəfər adam çıxır. 10 nəfərlik orada yer var. Mən indi sığorta mənə maraqlıdır, bəli. Amma mən burada biz başa düşməliyik ki, rəqabət çox daha böyük olacaq. Və bəzən sən sığortaçı olmağa çalışacaqsın, amma yer tapa bilməyəcəksən. Çünki bazarda yeni bir kadra ehtiyac yoxdur. Həmişə hər kəs deyir, niş tərəflərə gedin, daha az adamın maraqlandığı sahələri seçin. Amma bu zamanda nəzərə almaq lazımdır ki, məsələn, bank hüquqşünası olmaq daha rahatdır. Çünki bank hüquqşünasları daha genişdir orada spektr. Məsələn, mən korporativ hüquqşünas olmaq istəyən adamı, özəl sahədə işləyirəm demək istəyən adamı daha başa düşürəm. Ona görə ki, say daha çoxdur. Amma çox spesifikləşəndə, sığorta hüquqşünası olacam, özüm həyat sığorta hüquqşünası olacam. Lap yaxşı həyat sığorta şirkəti, 5 həyat sığorta şirkəti var. Mən bu dəqiqə bildiyim heç bir hüquqşünas axtarmır. Yəni sən olmaq istəyirsən, amma bazarda o tələbat yoxdur da. Biraz onları da başa düşmək lazımdır. Yəni o sahəni seçərkən o önəmlidir. Yəni seçdiyin sahənin sənə nə qədər gəlir verəcəyini başa düşmək önəmlidir. Bir də atdığın imzanın müddətini də başa düşmək önəmlidir. Yəni dövlət sahəsinə gedən dostlar yəqin ki, onu nəzərə almalıdırlar ki, onlar özəl sahədəkilər kimi, yəni 6 aylıq, 1 illik imza atmırlar. Onların imza müddətləri, müqavilə müddətləri daha uzundur. Yəni təbii ki, orada da sən məcbur deyilsən ömrünün sonuna qədər orada qalasan, amma istənilən halda daha uzun müddət o həmin sahələrdə işləyirsən də və o uzun, yəni siz əgər tez-tez fikrinizi dəyişən adamsınızsa, yəqin ki, birinci o sahəyə getməkdənsə özəl sahəyə getməniz daha yaxşı olar. Çox sağ olun Səbuhi müəllim. İndi sizə şəxsi təcrübənizdən sual vermək istəyirəm. Siz iş həyatınızda hansı çətin qərarlar vermisiniz və o çətin məqamlarda verdiyiniz qərarlar sizə nə öyrədib?
mən iş həyatımda çox çətin qərarlar dəfələrlə vermişəm. Gəlin spesifikləşdirək də, siz iş həyatında verdiyim çətin qərarların, baxın, mən kadr tərəfdə də çətin qərarlar vermişəm, risk götürmək tərəfdə də çətin qərarlar vermişəm, bəzən bizneslə əlaqədar da çətin qərarlar vermişəm və hər verdiyin çətin qərar sənə nəsə öyrədir. Yəni, mən belə deyim də, gəlin mən özüm deyim, bir dəfə bizim bir baş insan resursları inzibatçımız var idi, Coşqun, əgər baxsa onu salamlayıram. Çox kifayət qədər təcrübəlidir, sahəsinin ustasıdır. Biz bir kadr məsələsi ilə əlaqədar çox çətin bir məsələ yaşayırdıq. Bizdə bir kadr vardı, müəyyən problemli idi və şöbə daxili də problemlər yaranırdı. Mən ona qədər, həmin şəxslə işləyənə qədər, mənim üçün məsələ necə idi? Mən düşünürdüm ki, insanların texniki bilikləri daha önəmlidir. Yumşaq bacarıqlarına mən çox önəm vermirdim. Deyirdim ki, bir insan savadlıdırsa, ağıllıdırsa, önəmli olan odur. O adamda kifayət qədər savadlı, ağıllı adam idi. Amma sonra başa düşdüm ki, belə deyil və mən bu məsələ baş verəndə 27 yaşım var idi və çox məni narahat edirdi, stresə salırdı bu məsələ. Çox problemlər var, mən bunu necə eləyəcəm? Təzə departament direktoru kimi təzə təyin olmuşam, rəhbərlik mənə qayıdıb deyər ki, sən təzə təyin oldun və sən departamentində problem var, bu problemi aradan qaldıra bilmirsən və s. Biraz məni sıxırdı bu məsələlər. Sonra onunla danışanda mənə yaxşı bir söz dedi ki, bunlar belə şeylər yaxşıdır deyir. Belə şeylər olmasa öyrənməyəcəksən. Hər şey yaxşı olsa, hər iş üçün yaxşı olsa, daim deyib gülsəniz, hər şey güllük, gülistanlıq olsa, sən harda öyrənəcəksən növbəti çətin qərarları verməyi? Bunlar səni öyrədir. Ona görə yəni məsələn, həmin işçi ilə əlaqədar verdiyim qərarlardan biri, məsələn, mənə öyrətdi ki, texniki bacarıq ən önəmli məsələdir. Çox önəmlidirmi? Çox önəmlidir. Sahənin bilicisi olmaq, sahəni yaxşı bilmək, yaxşı hüquqşünas olmaq. Məsələn, mən hüquqşünaslarda nəzəriyyəyə çox önəm verirəm. İndi hamıda bu söz gəzir ki, praktiki biliklər önəmlidir və s. Mən biraz daha tərsini fikirləşən adamam. Mənim üçün nəzəri biliklər çox daha önəmlidir. Mənim üçün çox, yəni belə mənim red flaqlarımdan biridir ki, nəzəri biliklər önəmli olmalıdır. Amma daha sonra başa düşdüm ki, texniki biliklər önəmli bir məsələdirmi, önəmli məsələdir, amma insanlıq da çox daha önəmli məsələdir. Yəni tək texniki biliklərlə də məsələ həll olmur, orada öyrəndim. Yəni buna görə çətin qərarlarla əlaqədar hər çətin qərar nəsə öyrədir. Belə maraqlı bir söz var. Deyir, uğursuzluq sən yalnız onu uğursuzluq kimi qəbul edəndə uğursuzluqdur. Digər halda bir dərsdir. Yəni sən hər uğursuzluğun baş verəndə, çətin məqam baş verəndə ondan dərs çıxarmırsansa, onu çönüb o barədə deyirsənsə ki, mən dünən belə bir şey oldu və çox uğursuz oldum. Onda uğursuzluqdur. Amma dünən belə bir məsələ oldu, mən uğursuz oldum, amma mən başa düşdüm ki, gələn dəfə mən hər hansı bir qərar verərkən, hər hansı bir məsələ tənzimləyərkən, məhz bu təcrübəmi nəzərə alaraq fərqli bir yanaşma edəcəm. Artıq o uğursuzluq deyil, o çıxarılmış dərsdir. Ona görə kadrlar sayəsində verdiyim çətin bir qərardan danışdım, amma belə bir hüquqşünasın həyatı çətin deməyim, qərarlarla doludur. Bu qərarlar artıq məsələn mənim nümunəmdə artıq bəziləri asandır, amma yəqin ki, kimlər üçünsə çətin qərardır. Amma yəni hüquqşünassınızsa siz qərar vermək sizin həyatınızın bir hissəsidir. Korporativ hüquq sahəsində olan hüquqşünaslar nə edir və necə olmalıdır? Korporativ hüquq sahəsində olan hüquqşünaslar nə edir və necə olmalıdır? Onlar da digər hüquqşünaslar kimi səhər qalxır, işə gəlir və işdə öz rəhbərini razı salmağa çalışır. Ümumiyyətlə, gəlin bu sualı mən vermə məqsədinə yetsək və başa düşsək ki, bu podkast nə üçündür? Yəqin ki, daha çox gənclər əgər korporativ hüquq sahəsinə yönəlirlərsə, onlar nə etməlidirlər də? Baxın, birinci olaraq siz əgər korporativ hüquq sahəsini seçirsinizsə, birisi təbii ki, dövlət qurumu ondan fərqlidir. Bu çox təbii ki, daha yumşaqdır, orada çox daha məsuliyyətlər ağırdır, orada iş rejimi ağırdır, amma etdiyin məsələlər də, dövlətə verdiyin töhfə də, dövlətin sənin işindən götürdüyü bəhrə də korporativə münasibətdə daha çoxdur. Bu danılmaz faktdır. Amma korporativ tərəfin də özünün çətinlikləri var və kifayət qədər korporativ tərəfdə də məsuliyyətlilik var. Siz gəlin başlayaq, birinci deyək ki, siz korporativ hüquq mövzusunda hər hansı bir intervyudasınız, müsahibədəsiz və siz sadəcə nə etməlisiniz? Ümumiyyətlə, istənilən müsahibədə, bu yəqin ki, korporativ hüquq sahəsinə aid olan deyil, istənilən müsahibədə ilk əvvəl işə olan marağını göstərmək önəmlidir və qarşı tərəf sizin ambisiyanızı, arzularınızı başa düşməlidir. Məsələn, mən özüm şəxsən götürdüyüm intervyularda, xüsusilə gənc hüquqşünasdan intervyu götürürəmsə, heç vaxt ona belə qəliz nəzəri suallar və s. vermirəm. Yəni daha kazuslar, onu başa düşmək istəyirəm ki, bu necə yanaşır?
hüquqi bir yanaşması varmı və buna görə tələbələrdə elə mənim gözlədiyim və tövsiyə etdiyim əsas məsələlərdən biri onların nəzəriyyəsinə fokuslanmalıdır. Çünki nəzəriyyəni yaxşı bilən bir şəxsin hüquqi düşüncə qabiliyyəti formalaşır və sizin hüquqi düşüncə qabiliyyətiniz formalaşdıqdan sonra siz artıq bir çox məsələlər barədə ən azından düzgün rəylər verə bilirsiniz. Verdiyiniz rəy bəlkə qanunvericiliyə uyğun olmayacaq, amma ən azından hüquqi bir mahiyyəti, hüquqi bir məntiqi olacaq. Bu çox daha önəmlidir. Bəs gənc sahədə işləyən hüquqşünaslar korporativ sahədə nələr etməlidir? Artıq orada işləyirlər, amma deyək ki, vəzifədə qalxmaq istəyirlər və ya daha tanınan olmaq istəyirlər, seçilən olmaq istəyirlər. Bunun üçün nələr etməlidirlər? Baxın, ümumən bu dəqiqə iş mühitində, iş dünyasında çox önəm verilən dəyərlər var da. Bu dəyərlərdən birincisi məsuliyyətlilikdir. Və yəni sən birinci başa düşməlisən ki, işləyirsən və məsuliyyətli olmalısan. İkinci sahibkarlıq ruhudur. Bunu ingiliscə ownership deyirlər. Bizdə hər hansı bir məsələni sahiblənmək və özlərinə yutmaq. Bunu mən etməməliyəm. Bu hüquq departamentinin işi deyil, bu hüquqşünasın işi deyil. Bunu hüquqşünasın məsələsi deyil. Nəyə görə biz buna hüquq departamenti olaraq rəy verməliyik və sair yanaşmasını edirsənsə, sən artıq digər departamentlər, digər şöbələr üçün sən artıq çox da gedilən yer olmursan. Birinci başa düşmək lazımdır ki, baxın biz məsələn deyək ki, Bakı Dövlətin Hüquq Fakültəsi, ADA, DİA fərqi yoxdur. Bir çox universitetlərin hüquq fakültəsi. Adətən universitetin ən yaxşı fakültəsi olur. Adətən burada oxuyan tələbələr məktəblərinin ən ağıllı uşaqları olur. Gəlirlər universitetə girirlər, universitetin ən yaxşı fakültəsinin uşaqlarıdır və bu bizim hüquqşünasların özləri barədə istər-istəməz çox daha yuxarı fikirləşməyimizə gətirib çıxardır. Və sonra biz korporativ mühitə düşəndə, korporativ reallığa düşəndə biz başa düşürük ki, xüsusilə korporativ mühitdə hüquq departamentləri heç də hər şirkətin ən əsas departamenti deyil. Önəmli bir departamentdirmi? Önəmlidir. Hüquqsuz iş olarmı? Olmaz. Amma gəlin mənim nümunəmdən deyim də, həyat sığorta şirkətində biz kommersiya qurumu yoxdur. Birinci sığortanı satmalısan da, satış olmadığı təqdirdə, şirkət pul qazanmadığı təqdirdə hüquqşünasa necə maaş verəcəksən? Verə bilməyəcəksən. Demək, satış daha önəmli departamentlərdən biridir. Baxın, əsla müqayisə eləmirəm amma demək istədiyim budur ki, məsələn, biz universitetdə və s. oxuyanda biz həmişə deyirik ən yaxşı bizi. Burada başa düşürsən ki, sən ən yaxşı deyilsən, ən yaxşılardan biri ola bilərsən, amma satış da çox önəmlidir. Bir sığorta şirkəti, sığorta hadisəsi baş verəndə ödəniş verir. Deməli, bu ödənişin tənzimlənməsi də önəmli departamentdir. Təsəvvür edin ki, sığorta şirkəti hər yoldan keçənə ödəniş verəcək. Nə olacaq? Batacaqdı o şirkət. Deməli, məhz buna nəzər yetirən underwriting və aktuarlar da çox önəmlidir. Baxırsan ki, sən bu reallıqda, sən sadəcə önəmlilərdən birisən, hətta bəzi reallıqlarda sən heç dən önəmli deyilsən. O reallıqla barışmaq lazımdır. Və o reallıqla barışarkən sən özünü, mən hüquqşünasam, mən buna baxmayacağam, mən hüquqşünasam, mən buna baxmayacağam deyirsənsə, o zaman nə baş verir? O zaman baş verən yenə bu olur ki, insanlar artıq doğrudan da hüquq departamentini, doğrudan da hüquqşünası bloker kimi görməyə başlayırlar. Deyirlər, hüquq nədir? Bloklayandır. Amma sən hüquq olaraq başa salmalısan ki, sən bloklayan deyilsən. Sən biznesi aparansan, biznesə yön verənsən. Amma ownership etmədiyin təqdirdə bloklayan olacaqsan. Mən keçən il Londonda bir təlimdə deyildim, bir konferansdaydım. Bu süni intellektin hüquqda istifadəsinə əlaqədar bir məsələ idi. Orada London hüquq firmalarından birində işləyən, hüquq firması deyildi, üzr istəyirəm, şirkət idi. İşləyən hüquqşünaslardan biri tədbirə dəvət edilmiş mütəxəssislərdən, ekspertlərdən birinə belə bir sual verdi ki, dedi biz indi belə bir şeyin şahidi oluruq ki, məsələn mən də şahid olmuşam işdə. Digər departamentlər hər hansı məsələdə hüquqa getmirlər, ChatGPT-yə gedirlər. Rəyi hüquqdan soruşmurlar, ChatGPT-yə yazırlar və ChatGPT-dən yazdığı rəyi sonra gəlirlər bizə göstərirlər ki, belə bir rəy vermişəm, yoxsa bu yaxşıdır, yoxsa yaxşı deyil. Və deyir, biz bununla mübarizə üçün nə edirik? Deyir ki, ancaq deyir, nə vaxt gəlib bizim qapımızı döyürlər, o verilən rəydə problem çıxanda, nə vaxt gəlib qapımızı döyürlər, nə bilim, o rəyi dəqiqləşdirəndə. Ekspert çox yaxşı bir cavab verir. Deyir, görürsünüz, siz hüquq departamenti olaraq özünüzü qapı döyülən departament kimi hesab edirsiniz. Cəmaət orada biznesdə, stolun ətrafında oturanda siz orada yoxsuz. Siz orada olmalısınız. Onlar GPT-dən istifadə edirikmi deyəndə siz orada müdaxilə etməlisiniz. Siz əgər bu stolun yanında deyilsinizsə, stolda oturmursunuzsa, hüquq olaraq qıraq tərəfdə gözləyirsinizsə ki, bunlar qərar versinlər, sonra gəlib mənim qapımı döysünlər. Bunlar bu gün GPT-dən istifadə edib döyəcəklər. Sabah başqa bir suni, Gemini. Sabah Gemini-dan istifadə edib döyəcəklər və müəyyən bir müddətdən sonra döyməmək qərarına gələcəklər. Yəni, siz ona görə
özünüz başa düşməlisiniz ki, bu stolun kənarında oturmalıdır hüquqşünas. Hüquqşünas da stolun kənarında oturan zaman birinci ownership olmalıdır. Önəmli digər məsələlərdən biri. Baxın, siz korporativ sahədə işləmək istəyirsinizsə, siz başa düşməlisiniz ki, getdiyiniz sahəni anlamalısınız. Bir sığorta hüquqşünası, yaxşı sığorta hüquqşünası olmaq istəyirsə, sığortanı bilməlidir. Bir sığorta hüquqşünası sığortanı bilmədən, maliyyəni bilmədən yaxşı sığorta hüquqşünası ola bilməz. Məsələn, mən özüm daha məktəb vaxtı çox daha humanitar yönümlü fənlərdə iştirak eləmirdim. Daha texniki yönümlü fənlərdə iştirak edirdim. Mənim ən yaxşı bildiyim fən riyaziyyat idi və ən zəhləm gedən fən tarix idi, belə deyim. Buna görə müəyyən bir riyaziyyat biliklərim və s. onsuz da var. Daim olimpiyadalar və s. riyaziyyatdan gedirdim. Amma sonra nə oldu? Mən elə fikirləşirdim ki, mən çox ağıllı riyaziyyatçıyam. Mən elə fikirləşirdim. Sonra işləməyə başlayanda gördüm ki, mən çox ağıllı riyaziyyatçı deyiləm. Məndən çox ağıllı riyaziyyatçılar var. Və mən başa düşdüm ki, mən bunlara necə çatmalıyam və anladım ki, ümumiyyətlə çata bilməyəcəm. Amma necəsə mən bundan danışdıqlarını başa düşməliyəm ən azından. Çünki mən elə bir 11-ci sinifdə buraxmışdım və mən deyir XY gələndə mən riyaziyyatın başını buraxdım. Mən XY gələndə riyaziyyatın içərisində idim, amma integral falan gələndə mən buraxmışdım riyaziyyatın başını. Və mən buna görə artıq başa düşdüm ki, mən nəsə maliyyə sahəsində bir şey eləməliyəm və getdim maliyyə sahəsində MBA elədim. Məsələn, mənim MBA-m in finance-dır birbaşa. Yəni mən birbaşa o maliyyə terminlərini başa düşmək üçün, nə bilim, pulun faktiki dəyəri nədir, cari dəyəri nədir, gözlənilən dəyər nədir, faizlər necə hesablanır, compound interest rate-lə simple interest rate-in fərqi nədir və s. Mən bunları başa düşməyə çalışdım. Və bunun üçün mən getdim xüsusi bir, hətta magistr oxudum bunun üçün. Nəyə görə mən başa düşdüm ki, mən əgər yaxşı sığorta hüquqşünası olmaq istəyirəmsə, öz sahəmdə, öz karyeramda uğurlu olmaq istəyirəmsə, mənim etməli olduğum işlərdən biri də nədir? Öz sahəmi anlamaqdır. Siz sabah hər hansı bir istehsalat sahəsində hüquqşünas olacaqsınızsa, birinci başa düşməlisiniz ki, bu biznes necə pul qazanır? Ya siz məsələn bank sahəsində hüquqşünassınız deyək ki, başa düşməlisiniz bank necə pul qazanır? Belə olanda nə olacaq? Sizə artıq nəsə sorğuya gələndə, hüquqi sorğu gələndə, siz başa düşəcəksiniz ki, sizin verdiyiniz əgər mənfi rəy verirsinizsə, biznesi bloklayır. Yəni pul qazanma arxının qabağına sədd çəkirsiniz, yoxsa bu pul qazanma arxı deyil, qırağındakı hansısa başqa bir elə belə arxda onun qabağını bloklayırsınız. Bu artıq biznesi anlayanda rəy verməniz də rahatlaşacaq. Yəni önəmli temalardan biri də korporativ hüquqşünas yeni başlayarkən biznesi anlamağa çalışmalıdır. Biznesi anlamaq üçün cəhd etməlidir və məsuliyyətli olmalıdır. Bu ikisi belə deyim də mənim üçün olmazsa olmazdı və mən elə gəlir ki, bu ikisi hər hansı gənc hüquqşünasda varsa, yəni onun uğur qazanması qaçınılmazdır. Gecə tezi var, amma uğur qazanacaq, mən ona əminəm. Biz bilirik ki, Paşa Holding artıq 2 ildir Legis Beynəlxalq Forumunu təşkil edir. Bu təşkilatçılıq necə keçir və hüquqla necə əlaqəlidir? Necə bir faydaları var? Hüquqla birbaşa əlaqədardır, çünki beynəlxalq hüquq forumudur, belə deyim. Legis International Forum əslində biz başlayarkən düşünmədiyimiz, həcmini bu qədər təxmin etmədiyimiz, amma indi gəldiyimiz nöqtədə çox qürur duyduğumuz bir layihədir. Tam səmimi deyəcəm, bəzən insanlar o uğur çıxışlarında deyirlər ki, mən bunu düşünürdüm. Biz ilk dəfə stol ətrafında oturanda bunu xəyal edirdim. Biz ilk dəfə stol ətrafında oturanda bunları xəyal eləmirdik. Legisin bu qədər bir sensasiya yaradacağına, ölkəmizdəki hüquqşünasların bu qədər böyük əhəmiyyətli təsir edəcəyinə heç düşünmürdük. Mən bura, yəni istənilən platformadan həmişə bu təşəkkürümüzü çatdırırıq və düşünürəm ki, bu platformadan da çatdırmalıyam. Bunun üçün bizim xüsusilə rəhbərliyimizə, Paşa Holdingə, səhmdarlarımıza təbii ki, böyük bir təşəkkür düşür. Bir istənilən forum, siz özünüz də Femida Könüllülər Təşkilatı olaraq mən bilirəm, müxtəlif forumların təşkilatçılığında elə və ya belə iştirak edirsiniz və onun çətinliyini başa düşürsünüz və bu çətinlikdə daim bizə dəstək olan mən holding rəhbərliyinə xüsusi təşəkkür edirəm. Bunun yanında biz etdiyimiz məsələ, baxın, siz dediyim kimi də, biz əvvəldə düşünmürdük bu belə bir şey olacaq. Biz əvvəldə düşündüyümüz nə idi? Biz Paşa Holding olaraq, Paşa Holdingin hüquq komandaları olaraq, adətən hüquqşünaslarımız arasında müəyyən bir team building tədbirləri və s. edirik və bundan əlavə biz düşündük ki, biz hüquqşünaslarımız arasında hər hansı forumlar edə bilərik, hüquq çərçivəsində bir-birimizdən təcrübələrimizi bölüşdüyümüz. İdeya buradan başladı. Buradan başlayan ideya niyə də yox? Biz Paşa Holdingin ən önəmli dəyərlərindən biri odur ki, ümumiyyətlə cəmiyyətə faydalı olmaq, cəmiyyətə töhfə vermək. Və biz qərara gəldik ki, nəyə görə biz bunu yalnız holding çərçivəsində edirik? Gəlin bunu daha geniş hüquqşünaslara çıxartmağa çalışaq və artıq bu indi gəldiyimiz nöqtədə bizdə 1000 nəfərə yaxın hüquqşünas iştirak edir və bu bizim yerli
forum olmaqdan çıxıb beynəlxalq bir forma keçibdi. Yəni bu böyük bir həcmdir, böyük həcmdə işlərdir və burada ən maraqlısı odur ki, bu işlərin təşkilatçılığını bizim hüquq departamentləri, bizim hüquq departamentin əməkdaşları edirlər və onlar bunu öz cari işlərindən bir yerdə edirlər. Baxın, Legis artıq bir gün keçirilən beynəlxalq bir forum olmaqdan çıxıb, Legis artıq bir il keçirilən bir layihəyə dönübdür. Biz Legis çərçivəsində mentorluq proqramı edirik, Legis çərçivəsində bizdə memorandumlar bağlanır, biz müəyyən bir təlimlər və sairələr veririk. Bununla yanaşı biz jurnal buraxdıq ilk dəfə bu il, daha sonra white paper hazırlamaq üçün, ağ sənəd hazırlamaq üçün qanunvericilik dəyişiklikləri layihəsi yığdıq. Bunlar hamısı kifayət qədər əmək tələb edən məsələlərdir və belə deyim də bir çox qurumlar bunun birini edə bilmir. Biz bunların hamısını bir yerdə etməyə çalışdıq və burada da çox sağ olsun komandalarımız bizə böyük dəstək olur. Bizim həmkarlar daim hər işin yerindədirlər. Bunlar işin keçirilməsi və təşkilatçılıq məsələləridir. Təşkilatçılıq məsələlərində də xüsusilə panellərin mövzularının seçilməsi. Biz hər il, həmin il hüquqşünaslar üçün, gənc hüquqşünaslar üçün maraqlı olan mövzular seçməyə çalışırıq. Ki, yəni bu forum sadəcə biz bir gün gəldik, oturduq, getdik olmasın. Forum doğrudan bir dəyər yaratsın. Doğrudan insanlar orada otursunlar və hüquq təhsili barədə danışsınlar. İnsanlar orada otursunlar, süni intellekt barədə danışsınlar. Korporativ hüquqşünas barədə danışsınlar. Ekosistem barədə danışsınlar və burada səsləndirilən fikirlər digər hüquqşünaslara bir faydası olsun, bir töhfəsi olsun. Buna görə mövzuları da çox həssaslıqla seçirik. Mövzu üzrə spikerləri çox həssaslıqla seçirik. Ən sahəsinin ən yaxşılarını seçməyə çalışırıq. Ən uğurlularını dəvət etməyə çalışırıq. Amma bütün bunlar əslində işin təşkilatçılığıdır. Mən mahiyyətə də varmaq istərdim. Mən düşünürəm ki, forumun verdiyi mesaj çox önəmli mesajdır. Baxın, indiyə qədər bir çox forumlar keçirilir və keçirilməkdədir. Amma adətən siz xatırlasınız, forumların mövzuları biznes forumu, innovasiya forumu, satın alma ilə əlaqədar hansısa forum, dəyər zənciri ilə əlaqədar hansısa forum, birbaşa hüquqa aid, hüquqşünasa aid forum sayları çox az idi. Çox gözəl təşəbbüs idi cənab prezident tərəfindən keçən il suverenlik ili idi və konstitusiya və suverenlik ili idi və bunun nəticəsində hüquq forumlarının sayı da çox idi. Amma istənilən halda Legis mən düşünürəm ki, bunların öncülərindən biri oldu. Bunları başladanlardan biri oldu və bunun nəticəsində artıq xüsusilə baxın dövlət tərəfdən hüquqa, hüquqşünasa, hüquqi dövlətə olan qayğı bunlar aydındır və ən yuxarı səviyyədə təmin edilir. Korporativ cəmiyyətdə də bu belədir, amma sırf hüquq mövzusunda özəl şirkətlərin belə bir forum təşkil etməsi artıq bunu göstərir ki, hüquqşünas özəl şirkətlərdə kifayət qədər önəmli bir yerdədir və buna görə də belə bir forum təşkil edilir. Bu çox cəmiyyətə verilən yaxşı bir mesajdır, xüsusilə gənc hüquqşünaslar üçün. Gənc hüquqşünaslar görürlər, belə böyük bir forum var və belə bir ölkədə belə deyək də çox az sayda il ərzində bu qədər böyük forum keçirilir və bu forumlardan biri spesifik hüquqa, hüquqşünasa, hüquqşünasın işinə təsir edibdir. Və bu mən ona görə düşünürəm ki, verdiyim mesaj baxımından çox önəmlidir. Buna görə yenidən mən təşəkkür edirəm holding rəhbərliyinə və Aytaç xanıma öz təşəkkürümü bildirirəm. Bizim Paşa Holdingin hüquq və dövlət qurumları iş departamentinin direktorudur. Onun birbaşa dəstəyi nəticəsində bu baş verir və digər mən strateji aktivlərin hüquq departament direktorlarına öz təşəkkürümü bildirirəm. Və son olaraq da bildirmək istəyirəm, məsələn biz bu forumu təşkil edəndə, dəvətlər seçəndə belə bizim əsas etdiyimiz, əsas fikir verdiyimiz məsələlərdən biri də maksimum gənc hüquqşünasların dəvət edilməsidir. Biz istəyirik gənc hüquqşünaslar, tələbə hüquqşünaslar gəlsinlər, orada bir networking yaransın. Yaşlı nəsillə gənc nəsil arasında Legis forumu bir körpü rolunu oynaya bilsin və bu körpü rolunu oynaması forumun, Legisin ən önəmli, ən düşünürəm ki, diqqətə layiq tərəflərindən biridir. Səbay müəllim, sizə təşəkkür edirik dəyərli cavablarınız üçün. Çox maraqlı bir müsahibə oldu. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Dəvətiniz üçün ümid edirəm ki, faydalı alındı. İzləyicilərimizə də təşəkkürümüzü bildiririk. Növbəti buraxılışda görüşmək üzrə.